Selamun Aleyküm. Bugündən inşallah ərəb dilinin ikinci kitabı olan, yəni Mədinə 2 kitabına keçid edirik. Allahın izni Mədinə 1-i bitirdik. Biz Mədinə 1-də nəyi öyrəndik? Əvvəlcə bunu bir xatırlayaq. İsim haqqında danışdıq biz Mədinə 1-dən. Sonra keçmiş zaman feili haqqında danışdıq. Şəxs əvəzlikləri, işarə əvəzlikləri, sifət haqqında qısa bir məlumat verildi. Tənvin qəbul etməyən isimlər haqqında, yəni ümumiyyətlə sifət haqqında da dediyim kimi qısa bir məlumatlar oldu. İnşallah ki, biz bu ikinci kitabda əsasən feillər üzərində danışacağıq və başqa düzdür, dərsliklərimiz də var, amma kiçik bir xatırlatma idi bu. İnşallah bugündən də başlayırıq Mədinə 2 kitabına. Yəni ikinci kitabına inşallah. Başlayaq Allahın izni ilə. İlk dərsimiz nədir? İlk dərsimiz ən-nəvasixlərdir. Yəni ən-nəvasixlər nədir? Bunu belə deyim. Yəni sözün nəsx edir. Yəni sözün sonlarında artıq fəthəmi, kəsramı, damməmi, yəni bu hallarda dəyişiləcək. Belə deyək, biz əvvəl öyrəndik ki, əgər bir cümləmiz isimlə başlayırdısa, bu ismi cümlə olurdu. Və yaxud da feillə başlayırdısa, bu feili cümlə olurdu. Məsələn, ismi cümlə aid nümunə. Əl-müdərrisu cədidun. Müəllim yenidir. Burada gördük ki, müəllim, yəni mübtəda isimlə başladı. Xəbərlə başlayan cümlə isə məsələn, xarəcə Muhammedun iləl fasli. Xarəcə Muhammedun daha doğrusu minəl fasli. Muhammed sinifdən çıxdı. Bugün isə nəyi öyrənirik? İlk öncə biz nəyi öyrənirik? Əvvəl bunu xatırladaq ki, məsələn, misalda burada verir. Əl-kitabu cədidun. Yəni kitab sözü burada mübtədadır. Yəni kitabın yeni olduğunu deyir bizə. Kitabımız mübtədadır, xəbərimiz isə cədidundur. Biz bilirik ki, əgər ümumi isimlə danışırıqsa, bu zaman biz həmin o ismə artikl əlavə edirik, sonundakı dammə düşür. Xəbər isə sözün sonunda tənvin dammədə olur. Yəni tənvinli olur. Bugün isə ən-nəvasixlər haqqında danışırıq. Nədir bu ən-nəvasixlər? Bunlar 3 yerə ayrılır. Ən-nəvasixlər, birinci bunu deyim ki, ismi cümlələrə təsir eləyir. Yəni isimlərin sonlarını dəyişir. Bu baxımdan ən-nəvasixlər 3 qrupa bölünür. Birinci qismi, yəni birinci qrupu mübtədanı təhsiliş halında edir. Xəbəri isə mərfu halında edir. Yəni adlıq halda edir. Və bu nədir? Bunlara daxildir İnnə və onun bacıları, yəni onun oxşarları. İnnə və onun, yəni oxşarları da bunlardır. İnnə, ənnə, ləallə, kəənnə, ləkinnə, ləytə. Biz bunları inşallah hissə-hissə keçəcəyik. İkinci qism nədir? İkinci qism kənə və onun bacılarıdır. Kənə və onun bacıları deməli, yenə də ismi cümlələrə daxil olacaq və burada yenə də neynir? Adlıq halda olacaq, yəni mübtədamız, xəbərimiz isə təsirliş halında olacaq. Yenə kənə və onun bacılarında kənə, ləysə, kədə, zələ, İnşallah bunları keçəcəyik. Üçüncü qism nədir? Zannə və onun bacılarıdır. Yəni burada da nə baş verir? Burada zannə əgər cümləyə daxil olursa, həm mübtədanı, həm də xəbəri təsirliş halına salır. Yəni artıq onlar tənvin fəthədə olur. Və yaxud da fəthədə olur. İndi nə edirik? Biz bunları hissə-hissə götürək inşallah. Burada deməli birinci qismimiz nədir? İnnə və onun bacıları, yəni onun oxşarları. Bacıları dizəgin necə olur? Yəni innə kimidir. Yəni innə yenə isimlərə yenə təsir eləyir və onların necə indi başa salacağım, siz başa düşəcəksiniz. Yəni bacıları deyəndə innə kimidir, yəni.
bunu nəzərdə salır. Biz dedik ki, İnnə və onun bacıları ismə təsir eləyir. Mübtədanı təsirli çaldı, yəni fəthədə, xəbər isə olduğu kimi qalır. Yəni tənvin damət fərqi yoxdur. Yəni sözün sonunda xəbər olduğu kimi qalır. Məsələn, biz də bunu da qeyd etdik ki, innə, ənnə, ləallə, kəənnə, ləkinnə, ləytə, yəni bunlar da innə və onun bacılarına daxildir. İnnə bir cümləni təkid edir, yəni gücləndirir və belə deyim, artıq innənin öz mənası əlbəttə, doğrudan da, sonra həqiqətən, yəni bu mənaları verir. Ən çox da həqiqətən mənasında istifadə olunur. Məsələn, misaldakı kimi, əvvəl xatırlayaq nəyə? Deyirik ki, Muhammedun talibun. Muhammed tələbədir. Burada Muhammedun mübtədamız oldu, talibun isə xəbərimiz oldu. Sonra indi innən daxil eləyirik. Deyirik ki, innə Muhammedən talibun. Fikir verin, innə daxil olduqdan sonra Muhammedun sözü Muhammedən oldu. Talibun isə olduğu kimi qaldı. Mənası da odur ki, həqiqətən və yaxud da doğrudan da və yaxud da əlbəttə Muhammed tələbədir. İndi burada Muhammedin tələbi olduğunu artıq gücləndirdi. Yəni innənin də rolu deyək ki, budur. Yəni cümləyə təsir elədi və onu gücləndirdi. Artıq biz burada mübtəda xəbər demirik. Deyirik ki, innə daxil olduqdan sonra, yəni məsələn, innədən sonra gələn sözə deyirik ki, ismu innə, yəni innənin ismi, xəbəri innə və xəbərin ismi. Bu bizim innə haqqında olan dərsliyimizdir. Sonra burada hissə qaydalarda verir. Sadəcə mən bunu keçmirəm. Çünki bizim birinci dərsimizdə, baxın bir dəqiqə, görün burada nələr verir. Bircə dəqiqə. Hələ gəlin keçək qaydanı izah eləyim. Ondan sonra tapşırıqda işləyərik. İkinci nədir? Birincidə keçdik. Burada ənnə haqqında da verir. Ənnə də onsuz da innə kimidir deyirik. Amma ənnəni inşallah gələcək dərslərdə daha aydın keçəcək. Hələ ki ənnə ilə bağlı bu dərslikdə bir şey yoxdur. İkinci ləallədir. Ləallə ümid və qorxu bildirir. Yəni ümid edirəm, qorxuram, bu mənada istifadə olunur. Amma bunu nə zaman istifadə edə bilərik? Məsələn, bir şeydə istifadə edəndə, məsələn, hansı ki xəbər qorxulu deyilsə, yəni xoşa gələn bir xəbərdirsə, mən bu zaman həmin bu ləalləni ümid edirəm mənasında istifadə edirəm. Yox, əgər xəbərim xoşuma gəlməyən bir xəbərdirsə, bu zaman mən artıq qorxuram kimi istifadə edirəm. Məsələn, burada verir, deyir ki, ləallə Muhammədən bi xayrin. Ümid edirəm ki, Muhammed yaxşıdır. İndi fikir verin burada. Ləallə innə kimi oldu. Özündən sonra gələn ismi tənvin fəthədə etdi. Ümid edirəm ki, Muhammed yaxşıdır. Amma desəm ki, qorxuram ki, məsələn, Muhammed xəstədir. Bu zaman nə edirəm? Deyirəm, ləallə Muhammədən məridan. Mən burada həm məridan da deyə bilərəm. Belə deyim də mən sizə buna. İndi kişi cinsinə verdiyimə görə ləallə Muhammədən deyirəm ki, məridun. Qorxuram ki, Muhammed xəstədir. Bu formada deyə bilirəm. Burada da misallarda da verir. Özünüz də yəni bu qayda kitabı varsa götürüb oradan oxuya bilərsiniz qaydanı. Sonra üçüncü ləkin nədir? Yəni ləkin nədir? Tamamlamanı bildirir. Lakin, ancaq, amma bu mənalarda istifadə olunur. Misal olaraq deyir ki, məsələn, səyyarəti qadimətun. Deyir, mənim maşınım köhnədir. Ləkinnəhə qaviyyətun. Ləkinnə, yəni lakin, indi hədə bilirsiniz şəxs əvəzliyidir. O qaviyyətun güclüdür. Qaviyyun güclüdür. Burada maşın qadın cinsində olduğuna görə qaviyyətun verdi. Yəni biz burada artıq həni
götürdü. Yəni ləkinnə həyə təsir eləyir. Hə də dəyişməyən şəxs əvəzliyi olduğuna görə biz ona heç bir təsir baxımından heç bir şey edə bilmirik. Yəni deyirik ki, ləkinnə hə, yəni hə burada ismi ləkinnə, qaviyyətində xəbəru ləkinnə. Bu formada istifadə edirik. Sonra kəənnə gəlir. Kəənnə, sanki, elə bil ki, bu formada istifadə olunur. Cümlədə sanki bənzətmə bildirir. Cümləni sanki bənzədir. Misal olaraq deyirəm ki, kəənnəhu əxukə. Kəənnəh nə oldu? Sanki o, hu damirin verir. Sanki o əxukə, sənin qardaşındır. Artıq bu istifadə olunur. Sonra ləytə nədir? Arzu, istək mənasında istifadə olunur. Kaş ki mənasını verir. Misal olaraq deyir ki, ləytəni alimun. Yəni deyir ki, kaş ki mən alim olaydım. Artıq burada arzu, istək bildirir. Sonra nə var burada? Baxaq. Burada deməli innənin şəxslər üzərində dəyişməyini göstərir. Gəlin baxaq. Əvvəl təkdə verir. Deməli, innə plus ənə. Yəni artıq mən bunu necə deməliyəm? İnnəni bu formada və yaxud da innəni bu formada deməliyəm. Yəni həqiqətən mən, doğrudan da mən. İnnə sonra əntə ilə verir. İnnəkə, həqiqətən sən. İnnəki, həqiqətən sən, qadın cinsində. İnnəhu, həqiqətən o, kişi cinsində. İnnəhə, həqiqətən o, yenə kişi cinsində, qadın cinsində daha doğrusu. Gələk cəmə, nəhnu sözü ilə verir. İnnə, bu formada da deyə bilərik. İnnənə, bu formada da deyə bilərik. Həqiqətən biz. Sonra innə, sonra əntumdan verir. İnnəkum, həqiqətən siz kişi cinsində. İnnəkunnə, həqiqətən siz qadın cinsində. Sonra innəhum, həqiqətən onlar kişi cinsində. İnnəhunnə, həqiqətən onlar yenə də qadın cinsində. Bu innənin deməli şəxslərlə hallanması idi. Sonra görək nə var. Sonra biz burada yeni bir qaydamız olan sahiblik, maliklik bildirən zu haqqında danışırıq. Zu nədir? O əslində l, li, lu, lü mənalarını verir. Məsələn, belə deyək. Məsələn, Muhammedun zu xuluqin. Yəni, deyirəm ki, bir var deyirəm ki, Muhammed əxlaqdır. Deyə bilmirəm axı. Məsələn, zu olmasa, Muhammedun xuluqun. Muhammed əxlaqdır deyə bilmirəm. Ona görə mənə burada sifət lazımdır. Və nə etməliyəm? Mən l, li, lu, lü Muhammedə sifət verməliyəm. Deməliyəm ki, Muhammed əxlaqlıdır. Muhammed əxlaqlıdır. Bu formada istifadə edirəm. Zudan sonra gələn söz kəsrada gəlir. Sonra, məsələn, bax, burada qaydaları verir. Zu haqqında izafə qaydasında istifadə olunur. Yəni, ancaq bu formatda yəni, həm sifət bildirir, həm də ki, necə deyim, həm təki olur, həm də ki, cəm formada istifadə olunur. Deməli, kişi cinsində zu deyirik. Bu formada zunun isə cəmi zəvu olur kişi cinsində. Sonra qadın cinsində burada verir zətu, qadın cinsində. Burada da zəvatu, qadın cinsinin cəmindədir. Məsələn, həzət talibu zu xuliqin. Bu tələbə əxlaqlıdır. Həuləi tulləbu zəvu xuluqin. Bu tələbələr əxlaqlıdır. Qadın cinsində də burada verir. Deyir, həzihil mər'atu zətu məlin kəsirin. Yəni, deyir, bu qadınla, mər'atun, bu qadın çoxlu, deyir, mal sahibidir. Yəni, məlin, mal deməkdir. Həuləin nisəu zəvatu məlin kəsirin. Bu qadınlar çoxlu mal sahibidirlər.
Bu da bizim zonun haqqında olan dərsimiz. Sonra nə verir? 100 və 1000 sayından danışır bu dərsimizdə. 100 və 1000 sayı da izafə qaydasında istifadə olunur. Onlar yəni heç vaxt dəyişmirlər. Necə yəni? Məsələn, əgər bir kişi cinsindən danışıramsa, olduğu kimi qalacaq 100 və 1000 sayı və yaxud da qadın cinsindən danışıramsa, yenə olduğu kimi qalır. Yəni şəxslərə görə dəyişmir. Məsələn, 100 kişi desəm, mi'ətu raculin, yəni dediyim kimi izafə qaydasında, yenə 100 qadın desəm, mi'ətu imratin olduğu kimi qalır. Və yaxud da 1000, əlfu raculin, yəni 1000 kişi, əlfu imraətin, yəni ki, 1000 qadın. Bu formada deyə bilirəm. Sonra burada manqus isimləri verir. Biz məksur isimləri keçmişdik. Demişdik sözün sonunda əlif və daha doğrusu yə və əlif olur. Burada da inşallah keçirik manqus isimləri. Bunlarda da sözün sonunda yenə yə olur. Məsələn, burada verir ali, yəni uca, sonra əl-ğali, baha. Sözün sonlarına fikir verir. Məsələn, əl-qadi, yəni bu formada da manqus isimləri verir. Məsələn, manqus isimlərdə məksur isimlər kimidir. Onlara hər hansı bir hərf-i cər daxil olarsa və yaxud da sözün sonunu dəyişdirən nəsə bir şey olsa dəyişmirlər. Misal olaraq burada verir əl-qadi fil məhkəməti. Yəni qadi başda verir. Yəni bu zaman sözün sonu kəsralı, yəni yədir də, yəni kəsradan ibarətdir. Yəni altındakı misala baxın, zəhəbtu ilə qadi. Yəni ilə hərf-i cəri daxil olsa belə dəyişmir. Və yaxud da innəl qadiyə bu formada verir. Çünki innəyə görə verdi o yəni. Amma orada öz özünü qoruyub saxlayır. Fil məhkəməti. Bu formada. Sonra burada heç nə qaydada verir. Onsuz da tapşırıqda keçəcək. Qurtardım. Bu da bizim deməli ikinci kitabın birinci dərsinin qaydası idi. Birinci dərsdə biraz qaydalarımız çoxdur. Ona görə diqqətlə qulaq asın. Tapşırıqda inşallah paylaşanda orada diqqətlə yenə izləyərsiniz inşallah.